gördüğünüz üçün bu qərarı verməlisiniz. Siz doğrudanmı belə hüquqsuz, belə ədalətsiz şəraitdə bu ölkənin davam etməsinə başlayacaqsınız? Yəni doğrudanmı Azərbaycan gəncliyi bir çoxları kimi yalnız ölkəni tərk etməkdə görəcək çıxış yolunu? Azərbaycan gəncliyi nəhayət özünə qayıdıb, o cəsarəti ilə, o təşkilatçılıq bacarığı ilə mübarizəyə qoşulub, vətəninə, dövlətinə sahib çıxmaq qərarını nə zaman verəcək? Mən inanıram ki, Azərbaycan gəncliyi Azərbaycanda vəziyyət ildən də, gündən günə pisləşəcək. Repressiyalar artacaq, hüquqsuzluq artacaq, yoxsulluq artacaq. Repressiya ilə, həbslə, həbs təhdidi ilə hansı avtoritar hakimiyyət əbəd ola bilib? Mümkün deyil. Məni heç belə bir şantajlar qorxuda bilməz. Mən həbsi də, ölümü də gözə almış adamam. Həyatımın bütün qalan hissəsi xalqıma xidmətə həsr olunacaq.